Kangmirun Kerteps Dalizin Kavers. Ta ucravex təbəvvüz xəmə. 25 fevral Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsi günü Gürcüstan xalqının yaddaşında silinməz yaradır. 1921-ci ilin bu soyuq fevral ayında Sovet Rusiyası güclü bir hərbi müdaxilə ilə Gürcüstana daxil oldu. Bu tarix Gürcüstanın müstəqil respublika olaraq azadlığının əlindən alındığı gündür. 1918-ci ildə müstəqillik qazanmış və demokratik respublika qurmağa başlayaraq Gürcüstan öz gələcəyini inşa edirdi. Amma bolşeviklər Cənubi Qafqazın tam nəzarətini bərpa etməyə qərar verdilər və ölkəmizin müstəqilliyinə son qoydular. 16 fevralda Sovet ordusu Gürcüstan-Ermənistan sərhədini keçərək geniş miqyaslı müharibəyə başladı. 10 minlərlə əsgər, könüllü və mülki vətəndaş mübarizəyə qoşuldu. Ağır döyüşlər xüsusilə Tbilisinin, Kocaeli'nin və Tabaqmelanın yaxınlığında gedirdi. 25 fevral tarixində Sovet ordusu Tbilisini işğal etdi və nəticədə Gürcüstan Demokratik Respublikası süquta uğradı. Ölkə müstəqilliyini itirdi. 2008-ci ildə Rusiya və Gürcüstan arasında 5 gün davam edən qısa müharibədən 2 il sonra 2010-cu ilin iyulunda Gürcüstan parlamenti 25 fevralın Sovet işğalı günü elan edilməsi barədə qanunu qəbul etdi. Gürcüstan hökuməti bolşeviklərlə heç bir təslim aktı imzalamamış və Sovet İttifaqının legitimliyini heç vaxt tanımamışdı. Bugün 25 fevralda ölkəmizdə dövlət bayraqları yarıyadək endirilib.